Gel. Hop. Təzəcə düzəlmişdi işə. Evlənmək istəyirdi, toya hazırlaşdı, işə düşdü də. Salmaz bilsə yaxşı olur. Cangir, buna bax. Kəsərsən əlinə. Mustafa da söz saxlayan deyil. Yayacaq hamıya. Murad, mən onun dərsini vermişəm ki, dilini ağzında sağlasın. Nə uşaqsan? Bəs orada nə deyəcək? Bir səs taparıq. Ha, çatdı. Şey, Gəl. Yaxşı, gəlin düşün. Hə. Hop. Siz burada gözləyin, mən bu saat gəlirəm. Murad, bu findifülüşdən bizə bir köməyə deyəcək yəni. Yox, hala, mən ölüm. Xəliloviç onun üzünə də baxmayacaq. Boş yerə vaxt itiririk. Bura bax. Mən ölüm daha olaran tərəflərdə görünüb eləmə. Özün görürsən də, vaxt o vaxt deyil. Sonra işə düşərsən. Görürsən necə kişiləri var oranın? Sən öl. Ağzımdan çıxana demişəm, biri də cavabını verməyib. Amma indi dalımca ərzi göndərlər. Ay atdanla sən. O deyə çıxdılar. Ona nə kömək eləyə bilirəm? Hələ onu demirəm ki, az neftə getməliyəm Cahangir. Ne için? Yenə materialımı batırdı. İndi də deyir ki, neftçilərdən bir şey yaz. Onda işler düzeldi. Bax oğlan görsən solda dayanıb, məşhur neftçidir Murad Eyvazov. Elə ondan yazarsan. Amma Rəna, sən Allah səndən xahiş edirəm, mən onların yanında pis vəziyyətdə qoyma, nə olar? Onsuz da mən heç bir şey eləyə bilməyəcəm. Niyə eləyə bilmirsən? Elə orada fikirləşib bir şey taparıq. Səndən xahiş edirəm Rəna. Hə, yaxşı, qoy sumkamı götürməyərəm. Arxayın olun. Salam bərəkət. Salam qardaşlarım, salam. Salam, necə oldu buraxdılar səni? Salam. Bu nədir? Kesin buradan. Yedirik yaladan. Buradan Ne olur bana, ne olur be? Семьи Героя Советского Союза гвардии полковника Аскерова. Городской совет города сообщает вам, что 20 июля 1968 года состоится открытие памятника на могилу славного сына азербайджанского народа Аскерова. Командующий группой войск, освободивший нас от немецко-фашистских оккупантов, городской совет депутатов трудящихся общественной организации города приглашают вас приехать к нам в город для участия в торжествах. Görürsən də, necədir qardaşım, hə, necədir, hə? Siz Əsgərovun oğlusunuz. Sən işinə mənəm də, əlbəttə ki. Hə, bu məktub girdi qanımın arasına. Sənin cası yoxsa 15 kupa basmışdım, elmə gedmişdim. Yox, ana. Hə, qardaşlar, 3 gündür gəlib, 3 gündür gəlib. Hə, vaxt eləyə bilmirəm sizə göstərim ki, oxuyasınız. Amma Arif adamdır o, ha, məktubu görən kim başa düşdü ki, məndən əl çəksə yaxşıdır. Hadi, neydi o, neydi o? Başlayın məni. Mən gedim də, hər şey mən sizə Bir düzəldim. damcı gözlə, bir yerdə gedərik, sağollaşıb qayıdıram. Hə, zarafat eləmirdim, o oğlan haqqında yazsan heç də pis olmaz, o oradan da neftçidir. Bəs harada işləyir? Hansı idarəyə baxır? Deyəm bu saat. Murad! Murad, bu qız jurnalist, yazıcıdır, qəzetə neftçilər haqqında bir şey yazmalıdır. Bəlkə kömək eləyəsən ona. Mədənini, briqadanı göstərəsən, özün haqqında bir kəlmə deyəsən. Mənim ixtiyarım yoxdur. Gələk mütləq yuxarıdan icazə alma. İcazə alırıq da, arxayın olana nə var ki? Ha, şükür Allah'a işim düzeldi kardeşim. Ben de kaçayım, bir adamın yanına yedmeliyim. Burada yakında olur. Deyirlər, pakrişka var onda. Xudahafiz. Bura bax, Ha, axşam evdə olacaq da, vaxtın olsa bir gələrsən. gələrəm. Murad, Yaxşı, gedəcəksən ora? mən nə hayda, sən nə hayda, rəhmətliyin ol, rəhmətliyin. Gərək mütləq gedəsən. Getsən söz-söhbət bir dəfəlik kəsilər. Hansı pulla gedim, hə? Mən verirəm. Ana oraya getməyə bir sənə qədər pul lazımdır. Dünyanın o başıdır. Ana, ora sənin üçün mərdəkandır, biz onadır, nedir sənin üçün, hə, qardeşim? Torpaq getirdi mənim üçün. Gətirmişəm, evdədir. Evdədir? Ev yoxdur bu saat. Kömək elə mənə. Gecikirəm. Kömək elə. Gərək bunları dünən apar edib gecikmişəm. 150 mat bəs eləyər. Nə bilim ay Murad, bilirsən gərək təyyarə ilə uçam, vaxtı az qalıb. 10 gün qalacağam orada, qalacağam. Daha dilənçi kimi yaşaya bilmərəm ki. Hada, bir də onlar hələ bilir, mən də böyük adamzadam. Sarala, səni. Niyə axı dilənçi kimi? Bilet 50 matdan baha olmayacaq ki.
50 manat? Ola bilər. Bir də ki Murad, sənin fikrin o bizim müsəlman yaslarına getməsin, İçki falan olmur. Onlarda başqa cürdür, sən Ruslarda başqa cürdür. Onların yasında vur ki vurasan, vur ki vurasan. Hala xəbərin yoxdur. Bir dəfə bu Rusların məclisində oldum. Stol üstünə nə yoxdur ay Murad? Arağından tutmuş təzə pivəsinə kimi. Hamısı. Bilirsən Murad, zamanə pisdir. Bir də mən də onları qonaq eləməli oldum. Başa düşürsən neyliyim? Amma mən istəyirəm ki, sən gedəsən. Necə olsa sənin borcundur. Bir də qoy hamı görsün ki, sənin atan kim olur. Bilirsən nə var? Vallah sənin də yanında xəcalət çəkirəm. Neynimi? Bir də bu üstü başına hara getmək? Hara getmək? Ora getsən də, getməsən də, əvvəl axı sənə kostyum almalıyım. Can ey, adam sana, adam sana! Hayır git şunu dalayacağım. Aha, dikkat! Tofi Əsgərov sakinlarla hücuma keçərək cərimə meydançasına çıxır, hamını alladır, aferin Tofi! Qarşısında yalnız qəşəng bir qız var. Sən dişlədir, əşta ki bu qıza olsunlayır. Ay sən ölsən, qız aradan çıx. Yaxşı yol, özündən müğayyət ol. Bizi yaddan çıxartma. Bizdən yaran olma. Hələlik sağ ol. Tez qayıt, yuvanma çox. Bir şey lazım olsa xəbər edərsən. Əlbəttə, bəs necə, arxayın ol. Hadi tez ol! Ramadan qaldı. Hələlik sağ olun!